Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir. Bakupost Aspublika Aza istinadla məlumat verir ki, Ermənistan mediası bu bölgələrdəki vəziyyəti öyrənməyə çalışır. Göyçənin Sotq ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib. Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini vurğulayıb. Qeyd edib ki, kəndi tərk edənlər azdır, lakin işləmək üçün tez-tez xaricə üst tutanlar da var. Təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi ciddidir. Zəngəzurun Xnatsax Xanazax qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzoyan isə insanların ərazini tərk etdiyini vurğulayıb. O, kəndin boşalması haqda deyilənlərin doğru olmadığını deyib, ancaq əlavə edib ki, zaman-zaman gedənlər olur. Onun sözlərinə görə, hazırda qəsəbədə 130 ev var, halbuki bir neçə il öncəyə qədər bu say 145 idi. Sonuncu dəfə 3 ay öncə gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir.